والسلام على رسول الله أشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله أما بعد Allah Teala həm sənalarla, təriflərlə başlayırıq. Həm biz Rəbbimizi haqqı ilə lazımınca tərifləyə bilmərik. Allah Teala öz-özünü təriflədik. Bundan sonra Allah Teala istəyirik ki, Allah Teala qardaşımızın evliliğini, xeyirliyi, bərəkət etsin. Allah Teala bu evliliği Allah'ın razılığına aparan bir yol etsin. Və bu evlilikdə nə kimi xeyirlər varsa, hamısını Allah Teala qardaşımız üçün yazsın. Evlilik Allah Teala'nın bəxş elədiyi böyük nimətlərdən biri sayılır. Allah Teala evliliklə insanı qoruyur, insanın namusunu qoruyur, nəslini qoruyur və dinini qoruyur. Yəni insanın nəsli qarışmaqdan qorunur, şər'i evliliklə nəsil qorunur. Əgər şər'i evlilik olmasa bütün nəsillər qarışar və həmçinin insanın dini qorunur. Çünki Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, mən rəzəqəhullahu zəvcətən salihətən fəqəd ə'anəhu alə nəsbi dini. Allah Teala bir kimsəyə əməli salih zövcə bəxş edərsə, dininin yarısını ona yardım etmişdir. Və digər rəvayətə gəlir ki, fəqəd istəkmələ nisbə din. Dinin yarısını kamilləşdirmişdir. Yerdə qalır ikinci yarısı və buyurur ki, fəllətdəqillah həfin nisfil bəqi və yerdə qalan ikinci yarısı haqqında da təqvalı olsun. Təqvalı olsun, yəni günahlardan çəkinsin. Və həmçinin təqva yəni insanın uzaq olmasıdır, çəkinməsidir. İnsanı günaha düşürən hər bir səbəbdən, yerdən, yoldaşdan insanın uzaq olmasıdır. Yəni insanın salamat qalması üçün günaha düşürən hər bir yerdən, səbəbdən, yoldaşdan, dostdan uzaq olmalıdır. Əgər uzaq olmadan insan salamat qalmaq istəyirsə, bu mümkün deyil. Mümkün deyil. Çünki Peyğəmbərimiz sallallahu əleyhi və səlləm buyurur ki, "Lə yəxluvanna rəculun birratin illə kənə təlifəhumə şeytan." Yəni bir kişi qadınla tək qalarsa, onların üçüncüsü şeytan olar. Tək qalırsa, üçüncüsü şeytandır. Nə qədər ki, insan uzaqdır, bir o qədər salamat olur. Amma nə qədər ki, fitnəyə yaxınlaşırsa və bir o qədər də təhlükə də çoxalır. Ona görə bu tövsiyə də əzəmətli tövsiyədir. İttəqillah heyfmə kunt, yəni harada olursan ol, yəni təqvalı ol. Deməli, hər bir nimətə qarşı üzərimizə düşən, yəni hər bir nimətin vacibi, onun şükürlə qarşılanmasıdır. Əgər evlilik bu nimətlərdən biri sayılırsa, bunun təməli də, əsli də, əsası da şükür üzərində, itaat üzərində qurulmalıdır ki, bunun üzərində qurulan da xeyirli olsun, bərəkətli olsun. Yəni, heç vaxt haramla bərəkət bir araya gələ bilməz. Bərəkət Allah Teala tərəfindəndir. Allah Teala bərəkəti itaət olan yerə qoyur. Haram olan yerdə, asilik olan yerdə, günahlar olan yerdə bərəkət ola bilməz. Necə ki, su ilə ot bir araya gəlmədiyi kimi, eyni ilə də haramla da bərəkət bir araya gələ bilməz. Və təqvanı əldə etmək ən əsas qayələrdən biridir və qarşıda gələn Ramazan ayında təqvanı əldə etmək üçün ən böyük mədrəsələrdən sayılır. Bir neçə gün qalır Ramazan ayına və bu bir neçə günü insan yaxşı əməllərlə bitirməli. Çünki bu Şaban ayı illik əməllərin qaldırıldığı bir aydır. Yəni, il boyu edilən əməllər bu ayda qaldırılır.
var gündəlik əməllərin qaldırılması, həftəlik var, 1 ilə 4-cü günlər və bir də illik var. İllik əməllərin qaldırılması. Və əməllərin də qaldırılmasına mane olan müəyyən səbəblər vardır. Və ona görə insan bu Ramazan ayı gəlməzdən əvvəl, ona girməzdən əvvəl onları aradan qaldırmalıdır. Necə ki, hədisdə də gəlir ki, Şaban ayının orta gecəsində hər kəs bağışlanır, Allaha şərik qoşandan və küslü olanlardan başqa. Küslü olanlardan başqa. Əgər bir kimsə qardaşı ilə, qohumları ilə, qonşusu ilə, yəni küslüdürsə, yəni Ramazan ayı gəlməzdən əvvəl bunu aradan qaldırmalıdır. Yoxsa Ramazan ayı mübarək olmayacaq. Əgər bir insan küslüdürsə, bir-birlərinə salam vermirlərsə, yəni onların əməlləri başlarından yuxarı qaldırılmış. Necə ki, digər hədisi də gəlir ki, 1 ilə 4-cü gün əməllər qaldırılır, küslü olanlardan başqa və deyilir ki, onlara möhlət verin, barışana qədər. Barışana qədər. Yəni, barışandan sonra qaldırılır. Barışmamış əməlləri qaldırılmır. Yəni, biz bilməliyik ki, Ramazan ayı sadəcə aclıq ayı deyilir. Ramazan ayı böyük bir mədrəsədir, təqvanı əldə etmək üçün. Və bu ayada insan tövbə ilə, istiğfarla və zülüm, haqsızlıq edibsə, halallaşma ilə girməlidir ki, Ramazan ayında məğfirəti, təqvanı, rəhməti əldə edənlərdən olsun. Yəni, elə bil ki, ona görə alimlərin bəziləri Şaban ayını ilahi təqvimə əsasən, axirət təqviminə, hicri təqvim yox, axirət, ilahi təqvimə əsasən ilin sonuncu ayı adlandırır. İlin sonuncu ayı. Ramazan ayı isə qarşıda gələn yeni ilin ilahi təqvimə əsasən, yəni qeyd edirəm, yeni ilin 1-ci ayıdır. Yəni, insan bu ili əməllər bu ayda qaldırılırsa, bu ili yaxşı bitirməli, başa vurmalı və növbəti ilə isə, yeni ilə isə yeni bir səhifə açaraq başlamalıdır. Necə ki, tacirlər. Tacirlər ilin axırında hesabat aparırlar. İlin axırında hesabat aparırlar və növbəti ilə yeni dəftərlə başlayırlar. Və bu ayda, yəni bu cür xeyirli mövsümlərdə insanla Rəbbi arasında olan ticarət mövsümləri, ticarət sezonları adlanır. Yəni bu sezonlar üçün də insan gərək əvvəldən hazırlığını görsün və bunun üçün hazırlaşsın və əvvəlki ildə saxlamalı, yəni tövbə ilə, istiğfarla. Ona görə alimlər buyurur ki, insanın Ramazan ayı üçün etdiyi hazırlıqlar içərisində ən əzəmətli hazırlaşması tövbədir. Bütün, hər bir insan özünü yaxşı tanır. Öz günahlarını, öz eyiblərini, namusliklərini və Rəbbinə qarşı olan müqəssirliyini, səhlənkarlığını Allah Teala'nın ona davamlı şəkildə verdiyi nemətlərlə yanaşı etdiyi əməllərini çox gözəl bilir. Ona görə Ramazan ayı gəlməzdən əvvəl bütün bunlar üçün tövbə etməli, istiğfar etməli, bağışlanma diləməli və tövbə ilə yəni bu aya girməli. Çünki Allah Teala tövbə edənləri sevir.
Allah Teala tövbə edənlərə rəhm edir. Allah Teala tövbə edənləri bağışlayır. Yəni Allah Teala'nın rəhməti onlara daha yaxındır. Ona görə burada Ramazan ayı deyildiyi zaman əsas burada oruc qəlbin orucudur. Yəni insan qəlbini mərəzlərindən, kin, külurətindən, yəni həsədindən təmizləməlidir. Əgər insan qəlbində bu cür itlərlə, quduz itlərlə bu aya girərsə, yəni o insan bu aydan faydalanmayacaq. Ona görə Peyğəmbərimiz s.ə.v 3 dəfə minbərə qalxaraq deyir ki, aminə, aminə, amin. Və sahabələr soruşurlar, ya Rasulullah, yəni sən nəyə amin dedin? Deyir ki, Cəbrail aleyhissalam gəlib mənə dedi ki, Ramazan ayına çatıb bağışlanmayanın burnu yerlə sürünsün deyə amin dedim ki, amin. Və digər rivayətlərdə var, Allah da onu cənnətdən uzaqlaşdırsın, razılığından uzaqlaşdırsın deyə amin dedim ki, amin. Yəni bu da onu bildirir ki, Ramazan ayı bağışlanmaq üçün, məğfirət üçün, Allah Teala'nın rəhmətini qazanmaq üçün olduqca böyük bir fürsətdir. Nə vaxt ki, insan bu cür fürsətləri dəyərləndirir, dəyərləndirdiyinə görə Allah Teala o insana qiymət verir. Allah Teala o qulunu dəyərləndirir. Bir hadisdə Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, İnnə lillahi teala fi əyyəmi dəhri nəfəhət. Allah Teala'nın ilin müəyyən günlərində əsdirdiyi rəhmət küləkləri vardır. Yəni ilin müəyyən günləri vardır ki, o günlərdə rəhmət küləkləri əsir. Fətəarrabu ləhə və siz Allahın rəhmətinə toxunmağa çalışın. Ola bilsin sizdən birinə toxunar və ondan sonra heç vaxt bədbəxt olmaz. Ondan sonra heç vaxt bədbəxt olmaz. Yəni bu kimə aiddir? Yəni o insan ki, həqiqətən istifadə edir, çalışır, dəyərləndirməyə çalışır. Və necə ki, insanlar var, tacirlər və biləndə ki, filan sezonda, filan mövsümdə filan mal daha yaxşı gedir və o sezonda gedəcək malları 3-4 ay əvvəldən alıb yığır, saxlayır ki, o sezonda bu malı sata bilsin. Əgər insan Rəbbi ilə ticarətdə bu cür hazırlığını görmürsə, əvvəldən hazırlaşmırsa, tövbə etmirsə və qəlbini kin küdurətindən, həsədindən və digər xəstəliklərdən təmizləmirsə, necə insan Rəbbi ilə ticarət etsin? Yəni, onun ticarəti necə hasil olsun? Ona görə bu ay olduqca dəyərli bir aydır. Ən əsas insanın gözünün qarşısında bunun fəzilətini və oxumalıdır, bu barədə hədislər var, özü də araşdırmalıdır. Çünki bir şeyin fəzilətini bilmək ona daha yaxşı can atmasına və daha həvəslə, rəğbətlə yerinə yetirməsinə səbəb olur. Ən birinci, üzərimizə düşən, hələ bir həftə qalıbsa, bir neçə gün qalıbsa, bu günləri yaxşı keçirməyimiz ən əsasda tövbə, əməllərin qaldırıldığı, illik əməllərin qaldırıldığı bir aydır. Yəni, bu ayı yaxşı bitirmək. Sonra yeni səhifə açaraq Ramazan ayına başlamaq. Və əgər bu cür hazırlıq olarsa, insanın müvəffəq olması daha yaxındır. Əgər hazırlıq olmasa, insan çox vaxt bundan məhrum olur. Və buna dəlil olaraq, Allah Teala Tövbə surəsində buyurur ki, وَلَوْ أَرَادُ الْخُرُوجَ لَأَعَدُّوا لَهُ عُدَّةً وَلَكِنْ كَرِهَ اللَّهُمْ بِعَاثَهُمْ فَثَبَّطَهُم وَقِيلَ اقْعُدُوا مَعَ الْقَاعِدِينَ. Onlar həqiqətən döyüşə çıxmaq istəsəydilər, onun hazırlığını görərdilər. Lakin onların hərəkəti Allaha xoş gəlmədi, Allah Teala onlara tənbəllik verdi. Onların hərəkəti Allaha xoş gəlmədiyi üçün onlara nə verdi? Tənbəllik verdi və onlara deyildi ki, oturanlarla birgə oturun. İbn Hüseyin Rahimullah deyir ki, bu tək döyüşə, cihada yox, bütün xeyir əməllərə aiddir. Əgər sən hər hansı bir xeyir əmələ nail olmaq istəyirsənsə və ondan məhrum olursansa, sadəcə istəyirsən, amma məhrum olursan, alınmır və bil ki, sənin hərəkətin Allaha xoş gəlmədiyi üçün sənə tənbəllik verir.
Bütün xeyir əməllərə aiddir. Və xüsusən də Ramazan ayı o xeyir mövsümləri içərisində ən əzəmətli sayılır. Çünki bu ayda Qədir gecəsi var. O da 1000 aydan daha xeyirlidir. 83 ilin ibadətindən daha əfsəldir. Əgər insan hazırlığını görmürsə, məhrum olur. Çox vaxt insanlar niyyət edir və deyir ki, Ramazan ayı gələndə filan əməllər edəcəyəm, amma görürsən ki, Ramazan ayı gəlir və Ramazan ayına girir və girdiyi kimi Ramazan ayından çıxır, amma heç bir dəyişiklik hasıl olmuyor. Səbəb nədir? Səbəb insanın hələ tənbəllik düyününü açmamasıdır. Addımını hələ atmamasıdır. Hazırlığını görməməsidir. Həqiqətən bu ayə çox təhlükəli ayədir. Yəni, əgər insan bir xeyir əməli istəyir və onun hazırlığını görmürsə və qorxsun ki, ona tənbəllik verilsin, nəyə görə? Hərəkəti, hazırlığı Allaha xoş gəlmədiyi üçün. Və bundan sonra burada əsas biləcəyimiz məsələlərdən nədir? Ramazan ayının buyurulmasından hikmət nədir? İnsanın hikməti bilməsi o əməlin ibadətə çevrilməsinə səbəbdir. İnsan hikməti bilməyəndə çox vaxt onun etdiyi əməl adət olur. İbadət yox, adət olur. Ona görə deyilir ki, oruç tutanlar çoxdur, amma nə üçün? Oruç tutduğunu bilənlər azdır. Oruç tutanlar çoxdur, amma nə üçün? Oruç tutduğunu bilənlər azdır. İndi sual ortaya çıxır. Nə üçün Allah Teala bizə Ramazan orucunu fərz edib? Səhərdən axşama qədər yeməyi, içməyi, halal yaxınlığı qadağan edib. Yəni Allah Teala bizi susuz, ac mı qoymaq istəyir? Və Allah Teala bizi yormaq mı istəyir? Olan belə bir şey? Əlbəttə ki, yox. Çünki Allah Teala oruç haqqında gələn ayələrdə Bəqərə surəsində buyurur ki, yuridullahu bikumul yusra və la yuridu bikumul usr. Yəni Allah Teala sizin üçün asanlıq istəyir. Sizin üçün çətinlik istəmir. Allah Teala asanlıq istəyir. Çətinlik istəmir. Yaxşı, onda bu orucun buyurulmasından məqsəd nədir? Hikmət nədir? Hikmətlər çox ola bilər, amma ayənin özündə vurğulanan hikmət nədir? Kim deyər? Hikmət nədir? Taqvadır. Allah Teala buyurur, ya eyyuhəl-ləzīnə əmənu kutibə aleykumus-siyamu kəmə kutibə aləl-ləzīnə min qablikum ləalləkum təttəqun. Ləalləkum təttəqun. Ey iman gətirənlər, sizdən əvvəlkilərə oruç fərz edildiyi kimi sizə də fərz edildi ki, təqvalı olasınız. Yəni, təqvalı olmağınız üçün. Ərəb dilində ləallə bəlkədir, amma Qur'anda bəlkə, burada bəlkə mənasında deyil. Burada liəcli mənasındadır. Ona görə bəzən ərəb dilinin özündən tərcümə olunmur Qur'an. Yəni, bəlkə olsa tərcümədə bəlkə yazırlar, o səhvdir. Onun təfsirdə gəlir ki, liəcli ən təttəqu. Yəni, təqvalı olmağınız üçün. Deməli, bu ay təqvanı əldə etmək üçün böyük bir səbəbdir, böyük bir mədrəsədir. Yəni, bu ayda təqva necə hasil olur? Kimsə deyirlər ki, yaxşı, ac qalmaq, yemək içmək insanın mədəsi ilə, qarnı ilə bağlı olan bir məsələdir. Amma təqva isə harada olur? Təqva qəlbdə olur. Və bu sözsüz ki, bunun özünün də səbəbi var, təsiri vardır. Çünki alimlər buyurur ki, yəni insan ac olanda, boş olanda insanın digər əzaları tox olur. Əzalar tox olur. Qarın ac olanda, mədə ac olanda əzalar tox olur. Amma qarın tox olanda isə əzalar ac olur. Əzalar harama yönəlmək istəyir. Gözün harama yönəlməsi və digər orqanların harama yönəlməsinə səbəb nədir? Toxluqdur. Amma ki, ac olur, əzalar tox olur. Və həmçinin
Burada əsas təqvanı əldə etmək üçün əsas səbəblərdən nədir? Yəni Allah Teala Ramazan ayında özlüyündə əsas, yəni haramlar əvvəlki aylarda da haramdır. Siqareti, içkisi və digər haramlar. Amma Ramazan ayında haram olan nədir? Halal olan şeylərdir. Çörək, yemək, su və halal yaxınlıq. Yəni bunlar nədir? Səhərdən axşama qədər haramdır. Yəni Allah Teala bizə nəyi haram edib? Özlüyündə halal olan şeyləri haram edib. Və görürsən, insan, oruç tutan insan yəni buna diqqət yetirir. Tək qaldığı zaman su da içə bilər, yemək də yeyə bilər. Heç kəs onu görmür. Amma görürsən, insan diqqət yetirir. Baxmayaraq ki, soyuducuda sərin sular və yaxud da meyvələr var. Amma əlini uzadır, onlardan heç birini götürmür. Niyə götürmür? Çünki artıq bilir ki, Allah Teala onu görür. Və həmçinin dəstəmaz alanda belə su ötürə bilər. Heç kəs də onu bilməz. Amma yenə diqqət yetirir ki, boğazından heç nə keçməsin. Boğazından keçdisə, orucu pozula bilər. Yəni, artıq bilir ki, Allah Teala onu bilir, o keçən damcılarını görür. İndi sual ortaya çıxır. Yəni, insan bütün bu diqqəti etməklə, bu diqqətli olmaqla məqsədi nədir? Allah Teala'nın razılığını qazanmaq deyilmi? Allah Teala'nın razılığını qazanmaq deyilmi? Bəli. Allah'ın razılığını qazanmaq üçün insan nə edir? İnsan halal özlüyündə halal olan bir şeyləri sübhdən axşama qədər yemir, içmir. İstər-istəməz bu insanda təqvanın yaranmasına səbəbdir. Buradakı təqva nədir? Təqva olur ki, əgər mən özlüyündə halal olan bir şeylərdən bu cür çəkinirəmsə, Allahın rizasını qazanmaq üçün, onda mən haramlardan necə çəkinməliyəm? Əgər özlüyündə halal olan bir şeydən bu cür çəkinirəmsə, məqsəd Allahın rizasıdırsa, onda özlüyündə haram olan əməllərdən necə çəkinməliyəm? Deməli, insanda muraqabəni, təqvanın yaranmasına səbəb edir. Və həmçinin insan bu ayda diqqət etirir. Əməllərinə diqqət etirir və həmçinin günahlardan çəkinir. Yəni, bir çox şeyə bu ayda əvvəlki aylara nisbətlə və digər aylara nisbətlə daha çox diqqət etirir. Yenə bu insanda sual əmələ gətirir ki, əgər mən Ramazan ayında Allahdan qorxuramsa, Allah Teala'nı təzim edirəmsə, ucaldıramsa, məgər Ramazan ayının Rəbbi olan Allah digər ayların Rəbbi deyilmi? Ramazanın Rəbbi olan Allah digər ayların Şəvvalın, Məhərrəmin, Zilqadənin, Zilhiccənin də Rəbbi deyilmi? Deməli, insanın orucu bu mənalarla tutması təqvanı əldə etməsinə səbəb olur. Ona görə insan nəyə çalışmalı? Əvvəlcədən hazırlıq, ümumi bütün etdiyi günahlarına tövbə, səmimi tövbə ilə başlaması, qəlbini təmizləməsi. Çünki qəlbində itlərlə, qurtlarla girdisə Ramazan ayına fayda vermir. Çünki insana fayda verən qəlbin salamat olmasıdır. Çünki Allah Teala buyurur: "Yevme la yenfa'u malun ve la banun illa men atallaha bi qalbin salim." O günü insana nə mal dövlət, nə oğul uşaq fayda verər, yalnız Allahın huzuruna salamat qəlblə gələndən başqa. Salamat qəlblə gələndən başqa. İbn Rəcəb rahimehullah buyurur ki, yəni sahabələrin o cür məqamlara, dərəcələrə çatması onların çox oruc, ibadət etmələrinə görə deyil, oruç tutmalarına və ya digər əməllərinə, ibadətlərinə görə deyildir. Onların o ucalması qəlblərin salamat olmasına görədir. Qəlblərin salamat olmasına görə ən birinci şirkdən salamat,
sonra digər əməllərdən, asiliklərdən, Allahdan qeyrisinə bağlanmaqdan və həmçinin kin-kudurət, həsəd və digər qəlbi xəstəliklərdən salamat olan qəlbə, yəni bu xeyirlər, xeyirli mənalar o qəlbə yerləşir. İnsan oxuduğundan faydalanır və yaxud da eşitdiyindən faydalanır. Yox, əgər qəlb yararlı deyilsə, qəlbdə bu cür kin-kudurət, həsəd varsa, yəni o insana o fayda verir. Və həmçinin burada diqqət yetirəcəyimiz məsələlər vardır. Onlardan birincisi, yəni bu ayda fürsətlər var. 3 dənə hədis və üçündə də eyni ləfslə Peyğəmbərimiz sallallahu əleyhi və səlləm buyurur ki: "Mən qama Ramazana imanan və ihtisaban, ğufira lahu ma taqaddama min zənbi." Kim Ramazan ayının gecələrini inanaraq və savabını Allahdan umaraq keçirərsə, onun keçmiş günahları bağışlanar. Bu bir. İkinci, mən samə Ramazana imanən və ihtisaban, ğufira lahu ma taqaddama min zənbi. Kim Ramazan orucunu inanaraq və savabını Allahdan umaraq tutarsa, onun keçmiş günahları bağışlanar. Üçüncü isə, mən qamə leylətəl qadri imanən və ihtisaban, ğufira lahu ma taqaddama min zənbi. Kim Qədir gecəsini inanaraq və savabını Allahdan umaraq keçirərsə, qiyamda keçirərsə, ibadətlə keçirərsə, onun keçmiş günahları bağışlanır. Ona görə alimlər buyurur ki, gərək insan məğfirət üçün olan bu fürsətə diqqət yetirməli, gözünün qarşısında olmalı və bunlardan birini ötürdüsə, gərək digəri ötməsin. Əgər bunlardan üçünü ötürdüsə, həqiqətən o insan məhrum insan sayılır, həqiqətən zay edən bir insan sayılır. Ona görə Peyğəmbər sallallahu əleyhi və səlləm hədisdə buyurur ki, fihi leylə, yəni bu ayda bir gecə vardır. Xeyrun min əlfi şəhr, 1000 aydan daha xeyirlidir. Mən hurimə xeyraha fəqəd hurim. Kim onun xeyrindən məhrum olarsa, əsl məhrum olur. Deməli, kim Ramazan orucunu inanaraq tutarsa, nə demək inanaraq? Yəni, onun fərz olmasına iman gətirərək, yəni orada olan savabın vədini təsdiq edərək, yəni Allah Teala oruç tutanlara savab vəd edib, o vədi, savabı, əcrin təsdiq edərək, yəni ki, iman gətirin ki, Allah Teala ona fərz edib. Yəni, oruç dinin ayinlərindəndir. Buna inanaraq, deməli, hədisdə gələn imanən bunlara inanaraq. Və o ki, qaldı, ihtisabən nə deməkdir? İhtisabən, yəni lüğavi mənası savab umaraq deməkdir. Yəni, insan bu əməlləri ilə savab ummalıdır. Yəni, oruç tutduğu zaman və həmçinin gecə namazına qalxdığı zaman, Qədir gecəsini keçirdiyi zaman Allahdan savab gözləməli. Həm inanmalı ki, savab var və eyni zamanda Allahdan savab gələcəyinə, Allah Teala'nın savab verəcəyinə inanmalı. Yəni, o savabı olan istəklə, rəğbətlə və könül xoşluğu ilə bu əməlləri yerinə yetirməlidir. Yəni, o orucu ağır görərək yox. Yəni, onun günlərini uzun görərək yox. Ona görə Allah Teala bir əyyəmən mə'dudət. Yəni, bu günlər bir neçə gündür. Yəni, özünü hazırla, toparla, bil ki, bu günlər azdır. Yəni, ağır görmə. Əgər bir insan bunları ağır gördüsə, deməli, insan bu kimi xeyirləri itirir. Yəni, o insan bu ayın ləzzətini, bərəkətini əldə edə bilməz. Deməli, kim Ramazanın orucunu tutarsa, inanaraq və savabını Allahdan umaraq. Deməli, ihtisabən nə oldu? Allahdan savab umaraq və eyni zamanda könül xoşluğu ilə, rəğbətlə və onun günlərini ağır görmədən, çətin görmədən və uzun görmədən və həmçinin gecə namazına qalxdığı zaman namazı uzun görmədən həm savabını umur, rəğbətlə yerinə yetirir və eyni zamanda ağır, uzun görmür. Çünki namaz əslində insanın göz bəbəyi olmalıdır. Əgər bir şey insanın sevinci, göz bəbəyi olarsa, insan ondan ayrıla bilməz. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm sahabələr yəni namaza girdikləri zaman çıxmaq istəməzdilər. Amma bizdə isə əksinə elə bir ki, namaza girdiyimiz zaman
qəfəsləyik, çırpınırıq və yaxud da közün üzərində durmuş kimi dərhal qurtarmasını istəyirik. Hətta görürsən ki, ən ağır gələn də namazın uzun olmasıdır. Demək, Ramazan ayında bu kimi xeyirləri əldə etmək üçün böyük bir fürsətdir. Və üçüncü isə Qədir gecəsini imanla və savabı Allahdan umaraq yenə ağır görməməlidir insan o gecəni və həvəslə, rəğbətlə, könül xoşluğu ilə yerinə yetirməlidir, ibadətlərini yerinə yetirməlidir ki, o savabı əldə edənlərdən olsun. Və həmçinin məsələlərdən orucun mahiyyəti haqqında Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, "As-siyamu cünnə", oruc bir qalxandır. Oruc bir qalxandır. "Və hisnun hasinun minən-nar", və cəhənnəmə qarşı möhkəm bir qaladır. Oda qarşı. Və həmçinin digər rəvayətdə gəlir ki, oruc bir qalxandır sizdən birinin döyüşdə qalxanı olduğu kimi. Yəni o zərbələrə qarşı, qılıncın zərbələrinə qarşı oruc bir qalxandır. Fikir verin, məsələ olduqca mühümdür. Oruc Peyğəmbər sallallahu nəyə bənzədir? Qalxana. Qalxan nəyə maniədir? Nizələrin, qılıncın zərbələrinin qarşısını alır. Və həmçinin də oruc atəşin, cəhənnəmin qarşısını alır. Yəni o insana toxunmasına olur. Amma o ki qaldı, qalxan yırtıq olarsa, əgər o qalxan cırıq olarsa, demək o nizələrin qabağını almayacaq. Nizələrin zərbəsinin qarşısını almayacaq. Və yaxud da qılıncın zərbələrinin. Və həmçinin əgər insanın da orucu yırtıq olarsa, demək o oruc qalxan olmur. Orucun qalxan olması üçün oruc düzgün tutulmalıdır. Ona görə hədisdə də gəlir ki, "As-siyamu cünnətun məl mələm yaxriqha". Oruc bir qalxandır, nə qədər ki, insan onu yırtmayıb. İnsan onu yırtmayıb. Deməli, nə ilə yırtır? Günahlarla, asiliklərlə oruc yırtılır, o qalxan yırtılır. Yəni, pozulmasa da, batil olmasa da, ola bilər, yəni, əda kimi sayılsın, o ki, qaldı, o savabları əldə etməsi ondan məhrum olur. Deməli, oruc yırtılır qeybətlə. Qeybətlə yırtılır. Qeybətlə oruc yırtılır, naqis olur. Deməli, qeybət etdiyinə görə insan orucdan nəzərdə tutulan o məqsədi əldə etmir. Yəni, oruc onun üçün bir sipər olmur cəhənnəmə qarşı. Və oruc cəhənnəmə qarşı bir sipərdir. O da aparan səbəblərə qarşı bir sipərdir. O da aparan səbəblər də nədir? Günahlardır, asiliklərdir, şəhvətlərdir. Çünki hədisdə də gəlir ki, "Huffətin naru biş-şəhavat", cəhənnəmin ətrafı şəhvətlərlə əhatə olunmuşdur. Əgər bir insan özünü şəhvətlərdən qoruyarsa dünyada, qiyamət günü cəhənnəmə qarşı, oda qarşı bir sipər olar. Və buradan da oruc da bir qalxandır, nə qədər ki, o insan orucunu yırtmayır. Ona görə Peyğəmbər s.ə.v buyurur ki, فَإِذَا كَانَ يَوْمُ صَوْمِ أَحَدِكُمْ فَلَا يَرْفُثْ وَلَا يَسْخَطْ. Yəni, sizdən biri oruclu günü olarsa, rəfəs etməsin. Rəfəs bura aiddir, yaxınlığa dair olan söhbətlər, əxlaqsız danışıqlardır və qəzəblənməsin. فَاِنْ سَبَّهُ أَحَدٌ أَوْ قَاتَلَ. Bir kimsə onu söyərsə və yaxud da onu vurmağa qalxarsa, فَلْيَقُلْ اِنِّ مْرُونَ صَائِمٌ. Desin ki, mən oruclu bir insanam. Oruclu bir insanam. Və hədisdə gələn rəfəs sözü, bura əxlaqsız sözlər, fühuş sözlər daxildir və həmçinin yaxınlıq və buna dair olan söhbətlər də bura daxildir. Və həmçinin Peyğəmbər s.ə.v digər hədisdə buyurur ki, "As-siyamu cünnətun fələ yərfut və lə yechəl." Oruc bir qalxandır, insan rəfəs etməsin. Rəfəs nədir? Yəni, əxlaqsız sözlər danışmasın və cahillik etməsin. Və digər rəvayətdə isə "Fələ yərfut və lə yücədil." Rəfəs etməsin və mücadilə etməsin. Mücadilə etməsin. Deməli, hədisdə keçən
cahillik etməsin, yəni cahiliyyət əhlinin əməllərindən birini etməsin. Və onlar burada aidi həmçinin qışqırmaq. Yəni oruc insanın tərbiyələnməsi üçün bir səbəblərdən biridir, yaxınlıqlar. Amma bəzən isə insanlar tam əksinə olur və oruç tutanda qəzəblənir. Görmürsən, mən orucam. Yəni, gözlərim ayına oruçsan. Yəni, orucu əgər tutmursansa, sən daha düzəlməlisən. Əgər tutduğun orucla kimə minnət qoyursan? Və ona görə insan, yəni oruç tutduğu zaman ola bilər, aclıq təsir eləsin. Ona görə Peyğəmbər s.ə.v buyurur ki, fələ yechəl, yəni cahillik etməsin. Yəni cahiliyyət əhlinin əməllərini etməsin, qışqırıb bağırmasın. Çünki Peyğəmbər Allah Teala Qur'anda buyurur ki, İnnə ənkələl əsvati ləsavtil hamir. Həqiqətən səslərin ən çirkini uzun qulağının səsidir. Və həmçinin səfəhlik etməsin və eyni zamanda bura daxildir insanlara qarşı həddini aşmaq, əziyyət vermək, hər hansı bir növ əziyyət, yəni bu cahilliyə daxildir. Yəni əziyyət həmçinin hərəkətlərlə də olur və eyni zamanda danışıqla, yəni dillə də olur. Və ona görə insan bilməlidir ki, olan danışıqların hamısı yəni yazılır. Əgər yalandır, qeybətdir, bütün bunlar hamısı orucunun yırtmasına səbəbdir. Və ona görə alimlər buyurur ki, əgər orucdan məqsəd sadəcə ac qalmaq idisə, onda bu nə asan bir oruc olardı. Bu oruc nə asan oruc olardı. Ona görə oruc tutursansa, gərək sənin gözün də oruc tutsun. Qulağın da oruç tutsun, dilin də oruç tutsun. Əgər insanın əzaları oruç tutmursa, əsasən də qəlbi, ən əsas oruç qəlbin orucudur. Qəlbin orucudur. Və o oruç sayılır. Çünki Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur, Mən ləm yədə qavlə zuri vəl-cəhl وَالْعَمَلَ بِهِ فَلَيْسَ لِلَّهِ حَاجَةٌ فِي أَنْ يَدَعَ طَعَامَهُ وَشَرَابَهُ. Kim yalan sözü, cahilliyi və yalana əməl etməyi, cahilliyinə əməl etməyi tərk etməzsə, Allah Teala'nın o insanın yeməyini və içməyini tərk etməsinə ehtiyacı yoxdur. Burada yalan söz deyildiyi zaman, yəni bütün bu batıl sözlər bura aiddir. Yalan sözdür, qeybətdir, insanlara tənə etməkdir, onların şərəf ləyaqətinə toxunmaqdır, elimsiz danışmaqdır və həmçinin Allaha qarşı elimsiz danışmaqdır və iman gətirənlər arasında çirkin işlərin yayılmasıdır. Bütün bunların hamısı bura daxildir. Mən ləm yədə qavləz-zur vəl-cəhl. Kim yalan sözü və cahilliyi tərk etməzsə, yəni Allah Teala'nın o insanın yeməyini və içməyini tərk etməsinə ehtiyacı yox. Yəni orucdan əsas nəzərdə tutulan insanın əzalarının və qəlbinin oruç tutmasıdır. Və cahillik də insanlara qarşı düşmənçilik etməsidir və ona əməl etmək isə, yalana əməl etmək isə, yəni insanın yalan sözlər danışması və yaxud da cahillik etməsidir və bütün bu davranışlarda olan hərəkətlər, düzgün olmayan hərəkətlər, hamısı bura daxil ola bilər. Və həmçinin bu barədə digər hədislər də vardır. Leysa siyam minəl əkli və şurb. Yəni oruc yeməkdən və içməkdən deyildir, yəni çəkinməkdən deyildir. İnnə siyam minəl lağv və rəfəth. Oruc insanın lağlağıdan, boş sözlərdən, boş faydasız danışıqlardan və çirkin sözlərdən oruç tutması, susmasıdır. Fəinsəbbəkə əhədun əv cəhilə aleykə. Əgər bir kəs səni söyərsə və sənə qarşı cahillik edərsə, fəqul inni saimun. 2 dəfə desin ki, mən orucluyam. Və bunun şərhində alimlər gətirir ki, birincisini özünə xatırladır, ikincisi isə onu deyənə xatırladır ki, mən orucluyam. Və həmçinin digər hədisdə Peyğəmbər s.ə.v buyurur ki, Rubbə saim leysə ləhu min siyami illəl-cu. Yəni, bəzi oruç tutanlar vardır ki, onlara orucundan yalnız aclıq qalır. Bəzi oruç tutanlar vardır ki, onlara orucundan yalnız ac qalmaq qalır. Yəni, savab qazanmır. Onun üçün heç bir əcr yoxdur, savab yoxdur. Orucun artıq o insanın təmizlənməsində, tərbiyələnməsində heç bir təsir yoxdur.
Və həmçinin digər hədisdə buyurur ki, وَرُبَّ قَائِمٍ لَيْسَ لَهُ مِنْ قِيَامِهِ إِلَّا السَّهَرِ. Yəni, bəzi qiyamda, təravih namazı deyək, tək təravih fərzlər də olsun, gecə namazına qalxanlar vardır ki, onların namazından onlara yalnız yuxusuzluq qalır. Onlara yalnız yuxusuzluq, yəni savab əldə etmirlər. Nəyə görə? Ya o insan riyakarlıq etdiyinə görə və yaxud da belə namazın əvvəlindən axırına qədər qəlbi başqa yerdə olduğuna görə, qəlbi ayıq olmadığına görə heç bir savab insan əldə etmir. Və ona görə də alimlər gətirir ki, insan namazda xuşunu əldə etmək istəyirsə, gərək yeməyi az yesin. Əgər yeməyi çox yedisə, iftar vaxtında yeməyi çox yedisə, o namaz ona ağır gələcək və eyni zamanda namazda xuşunu əldə etməyəcək deyir. Əgər belə oldusa, ona qalan yalnız nədir? Yalnız yuxusuzluqdur. Sadəcə boş yerə vaxtını itirmişdir. Allah qorusun. Ona görə hədisdə buyurur ki, Rubbə sa'im leysə ləhu min siyam illəl-cu'. Bəzi oruç tutanlar vardır ki, onlara orucundan yalnız aclıq qalır. Niyə? Oruclarını yırtdıqlarına görə, yalanla, qeybətlə və digər asiliklərlə, günahlarla yırtdıqlarına görə və həmçinin Rubbə qa'imin leysə ləhu min qiyamihi illə-səhar və bəzi namaz qılanlar vardır ki, onlara namazından yalnız yuxusuzluq qalır. Niyə? Namazda ya riyakarlıq etdiklərinə görə və yaxud da qəlbləri hazır olmadığına görə, ayıq olmadığına görə, qəlbləri başqa yerdə olduğuna görə. Bu mənalar mühümdür. Bu fürsətlər insan gərək bu məsələləri diqqət yetirsin. Əsasında bağışlanmalar keçib, bunları gözünün qarşısında tutsun və ikinci, orucun mahiyyətini insan gərək bilsin. Orucun mahiyyəti nə oldu? Oruc bir qalxandır, yəni qalxandır, əgər onu yırtmırsa, qalxan nəyə qarşı qalxandır? Oda qarşı, cəhənnəmə qarşı. Əgər onu yırtırsa, onda o sipər olmayacaq. Və həmçinin orada məsələlərdən ihtisab olmalı. Yəni, imanla yanaşı, Allahın onu fərz etməsinə inanmaqla yanaşı, Allahdan savab da gözləməlidir. Və eyni zaman burada mühüm məsələlərdən bu bağışlanma keçdiyinə görə, alimlər vurğuluyur ki, gərək insan, bu aya girəndə, Allah Teala'nın onu bağışlayacağına zənn edərək başlamalıdır. Yəni, gözəl zənnlə bu aya girməlidir. Belə ehtimallarla yox, qəti zənnini çoxaltmalı ki, Allah Teala bağışlayacaq bu ayda məni, Allah Teala'nın rəhmətini qazanacağam və anadan doğulandakı kimi təmiz olacağam. Bu cür niyyətlə Ramazan ayına girməlidir. Çünki niyyəti yaxşı olarsa, zənni yaxşı olarsa, əməlin də yaxşı olmasına gətirir. Çünki hədisdə də Peyğəmbərimiz s.ə.v buyurur ki, Allah Teala belə buyurur: Ənə ində hüsni zanni abdi bi. Mən qulumun mənə olan gözəl zənni yanındayam. Fəlyadunna bimə şə. İstədiyini mənə zənn etsin. Yəni, əgər gözəl zənn olarsa, deməli, ona müvəffəq olmasına səbəb olur. Deməli, bu ay bağışlanma ayıdır. Bu cür həvəslə girişməlidir bu aya. Bağışlanacağına, rəhm olunacağına və əməllərinin qəbul olunacağına ümid edərək girişməlidir. Çünki zənnin gözəl olması əməlin də gözəl olması demək. Əgər sadəcə insan quru, boş zənnlər edirsə, əməl etmirsə, o sözsüz ki, gözəl zənn sayılır. Necə ki, Həsən Abbas rahimehullah deyir, filan kəslər, əməllərini doğrultur, amma deyirlər ki, bizim zənnimiz gözəldir. Deyir ki, onlar da yalan deyirlər. Onlar yalancıdırlar. Çünki əgər zənnləri gözəl olsaydı, onların əməlləri də gözəl olardı. Zənnin gözəl olması əməllərinin də gözəl olmasına gətirib çıxardır. Ona görə bu ay olduqca əzəmətli bir aydır. Yəni, bunu bir-birimizə xatırlatmalı. Çünki bu ayda böyük bir fürsət var. İnsan əsas qayəsi nədir? Rəbbinin rəhmətinə daxil olması. Yudxilu mən yeşəu fi rəhməti. Allah Teala istədiyini öz rəhməti altına daxil edir. İstədiyini. Yəni, Allah Teala hər birimizi öz rəhmətinə daxil etsin və Allah Teala bizi hər birimizi Ramazan ayına çatdırsın və həmçinin gəlmişkən ən əsasda kim bu aya çatarsa şükürlə qarşılaması. Yəni, nə qədər insanlar var idi ki, bu aya çatmayıblar.
Əgər Allah Teala sənin önünü uzadıb, sənə möhlət veribsə, səni bu aya çatdırıbsa, bu əzəmətli bir nemət sayılır. Deməli, Allah Teala'nın səni bu aya çatdırdığına görə şükrünü artırmalısan, həmdini artırmalısan və ondan sonra digər o səbəbləri əldə etmək üçün də səy göstərməlisən. Allah Teala hər birimizi bu aya sağ-salamat çatdırsın və bu ayda Allahın məğfirətini, rəhmətini qazananlardan etsin və Allah Teala hər birimizə gözəl sonluq nəsib etsin. Allah razı olsun. Selam. İxlasla.com saytı tərəfindən təqdim olundu.